Salam, dəyərli izləyicilər. Bugün mövzumuz hamımızın yaxşı tanıdığı, amma əslində çox az şey bildiyimiz bir meyvə, şaftalı haqqında olacaq. Adətən bu tip videolar sadəcə faydaları sadalamaqla məhdudlaşır, amma mən bugün sizə fərqli bir yanaşma təqdim etmək istəyirəm. Əvvəlcə şaftalının tarixi və elmi baxımdan maraqlı tərəflərini kəşf edəcəyik. Sonra onun bədəninizə gətirdiyi əsl faydaları elmi dəlillərlə izah edəcəyəm. Və nəhayət, videonun ən vacib hissəsinə keçəcəyik, hansı səhiyyə vəziyyətlərində şaftalının diqqətlə, hətta məhdud şəkildə istehlak edilməli olduğunu ətraflı və konkret izahatlarla göstərəcəyəm. Hazırsınızsa, başlayaq. Gəlin əvvəlcə bu meyvənin keçdiyi maraqlı yolu kəşf edək. Şaftalının tarixi təəccüblü dərəcədə uzundur. Arxeoloji tapıntılar göstərir ki, bu meyvə minimum 8000 il əvvəl Çinin cənub-qərbində, indiki Yunan bölgəsində yetişdirilməyə başlanılıb. Qədim Çin mədəniyyətində şaftalı sadəcə bir qida deyil, əbədiyyətin və uzun ömrün rəmzi sayılırdı. Bu inanc o qədər güclü idi ki, qədim Çin rəsmlərində, poeziyasında və hətta məbəd relyeflərində şaftalı ağacları məhz ölümsüzlük tanrılarının yanında təsvir olunurdu. İndi isə sizə bioloji baxımdan çox az adamın bildiyi bir fakt deyəcəyəm. Şaftalı, botanik təsnifat baxımından gilas, ərik, gavalı və hətta badam ilə eyni ailəyə, prunus cinsinə aiddir. Elə bu səbəbdən şaftalı çəyirdəyinin daxili quruluşu badam çəyirdəyi ilə heyrətamiz dərəcədə oxşardır. Əslində, botaniklər bu meyvələri daş meyvələr adlandırırlar, çünki hamısının mərkəzində sərt bir nüvə var. Qidalanma baxımından şaftalı təəccüblü dərəcədə səmərəlidir. Orta ölçülü bir şaftalı cəmi 35 ilə 40 kalori arasında enerji verir, amma buna baxmayaraq, gündəlik C vitamini ehtiyacınızın təxminən 15%-ni qarşılaya bilir. Bu, kalori-fayda nisbətinə görə onu ən səmərəli meyvələrdən biri edir. Daha bir maraqlı detal, dünya üzərində hazırda 2000-dən çox fərqli şaftalı növü mövcuddur və bu sənayenin nəhəngi şübhəsiz ki, Çindir. Dünya şaftalı istehsalının yarıdan çoxu məhz bu ölkədə baş verir. Bəlkə də özünüzdən soruşmusunuz, niyə bəzi şaftalılar tüklü, bəziləri isə tamamilə hamardır? Cavab tamamilə genetikadadır. Hamar dərili versiyalar, yəni nektarinlər, ayrı bir meyvə növü deyil, sadəcə eyni növün fərqli genetik variasiyasıdır, tək bir genin fərqli ifadəsindən yaranır. Bu, təbiətin nə qədər incə detallarla oynadığının gözəl bir nümunəsidir. İndi isə keçək bu meyvənin bədəninizə həqiqətən nə verdiyinə. Diqqətlə izləyin, çünki hər bir fayda konkret elmi əsaslara söykənir. Birinci fayda, göz sağlamlığının qorunmasıdır. Şaftalının tərkibində olan A vitamini və beta-karoten göz toxumalarının funksiyasını dəstəkləyən əsas komponentlərdəndir. Müntəzəm istehlak, xüsusilə yaşla bağlı görmə itiliyinin azalmasının qarşısını almaqda köməkçi rol oynaya bilər. İkinci fayda, dəri sağlamlığı və gəncliyin qorunmasıdır. C vitamini bədəndə kollagen sintezinin əsas katalizatorudur. Kollagen isə dərinin elastikliyini, sıxlığını və gənc görünüşünü qoruyan əsas sulaldır. Bu səbəbdəndir ki, bir çox təbii kosmetika markaları şaftalı ekstraktını məhsullarına daxil edir. Üçüncü fayda, həzm sisteminin nizamlanmasıdır. Bir orta ölçülü şaftalıda təxminən 2 qram həll olunan və həll olunmayan lif mövcuddur. Bu liflər bağırsaq hərəkətlərini tənzimləyir, faydalı bağırsaq florasını dəstəkləyir və qəbizliyin qarşısını almağa kömək edir. Dördüncü fayda, ürək-damar sisteminin qorunmasıdır. Şaftalıdakı kalium, qan təzyiqinin tənzimlənməsində natriumun əks təsirini balanslaşdıran əsas minerallardan biridir. Bununla yanaşı, tərkibindəki antioksidantlar, xüsusilə polifenollar, ürək damarlarını oksidləşdirici zədələnmədən qoruyur. Beşinci fayda, immun sisteminin gücləndirilməsidir. Yüksək C vitamini məzmunu, bədənin infeksiyalara qarşı mübarizə aparan ağ qan hüceyrələrinin, yəni leykositlərin istehsalını və funksionallığını birbaşa dəstəkləyir. Altıncı fayda, sağlam çəki idarə etməsinə töhfə verməsidir. Şaftalı həm az kalorili, həm yüksək su tərkiblidir, həm də lif baxımından zəngindir. Bu kombinasiya toxluq hissini uzadır və nəticədə ümumi kalori qəbulunun azalmasına kömək edə bilər. Gördüyünüz kimi, şaftalı elmi baxımdan həqiqətən dəyərli bir meyvədir. Amma indi gəlin videonun ən kritik hissəsinə, bu faydaların hər kəs üçün eyni dərəcədə keçərli olmadığı reallığa keçək. Birinci qrup, şəkərli diabet xəstələri. Şaftalı təbii şəkər, yəni fruktoza baxımından olduqca zəngindir. Orta ölçülü bir ədəd şaftalıda təxminən 13 qram şəkər mövcuddur.
İlk baxışda bu rəqəm əhəmiyyətsiz görünə bilər, amma qlükoza metabolizmasında çətinlik çəkən şəxslər üçün, xüsusən şaftalı boş qarına və ya böyük miqdarda istehlak edildikdə qan şəkərində qəfləti yüksəliş baş verə bilər. Bu vəziyyət xüsusilə insulin həssaslığı zəif olan xəstələrdə günün digər hissəsində qan şəkərinin idarə olunmasını çətinləşdirə bilər. Diabet xəstələrinə ümumi tövsiyə budur ki, şaftalını tək başına deyil, zülal və ya sağlam yağ mənbəyi ilə birlikdə kiçik porsiyalarda istehlak etsinlər, bu da şəkərin qana daha yavaş sızmasına kömək edir. İkinci qrup, xronik böyrək xəstəliyi olan şəxslər. Şaftalı yüksək kalium tərkibi ilə seçilir. Sağlam böyrəklər üçün kalium, ürək ritmi və əzələ funksiyaları baxımından olduqca faydalı bir elementdir. Ancaq böyrək funksiyası zəifləmiş şəxslərdə vəziyyət tamamilə fərqlidir. Bu orqanlar artıq kaliumu effektiv şəkildə süzüb bədəndən xaric edə bilmir. Nəticədə qanda kalium səviyyəsi təhlükəli dərəcədə yüksələ bilər, bu tibbi termində hiperkalemiya adlanır və ağır hallarda ürək ritminin pozulmasına, hətta həyati risk yaradan vəziyyətlərə səbəb ola bilər. Bu səbəbdən xronik böyrək xəstəliyi diaqnozu qoyulmuş şəxslərin, şaftalı da daxil olmaqla, yüksək kaliumlu meyvələr barədə mütləq nefroloqları ilə fərdi məsləhətləşmə aparmaları vacibdir. Üçüncü qrup, ağız allergiya sindromundan əziyyət çəkən şəxslər. Bu, izləyicilərimizin böyük əksəriyyətinin eşitmədiyi bir haldır. Xüsusilə ağac tozcuğuna, məsələn ağcaqayın tozcuğuna qarşı allergiyası olan insanlarda şaftalı istehlakından sonra ağızda qaşınma, dodaqların yüngül şişməsi və boğazda qıcıqlanma kimi simptomlar müşahidə olunur. Bunun elmi izahı isə olduqca maraqlıdır. Şaftalının tərkibindəki bəzi zülal strukturları ağac tozcuğundakı allergen zülallarla struktur baxımından o qədər bənzəyir ki, immun sistemi onları səhv salır və allergik reaksiya işə düşür. Maraqlıdır ki, bu tip reaksiya yaşayan bir çox insan şaftalını isti emaldan keçirilmiş formada, məsələn kompot və ya mürəbbə şəklində heç bir problem olmadan istehlak edə bilir, çünki istilik prosesi allergen zülalın strukturunu dəyişdirir. Dördüncü qrup, irritabl bağırsaq sindromu və digər həzm pozğunluqları olan şəxslər. Şaftalının tərkibində sorbitol adlanan təbii bir şəkər spirti var. Bu birləşmə nazik bağırsaqda tam mənimsənilmir və nəticə etibarilə yoğun bağırsağa çatır. Burada bakteriyalar tərəfindən fermentasiyaya uğrayır. Bu proses isə köpmə, artan qazlanma və qarında spazmatik ağrı kimi narahat edici simptomlara səbəb olur. İrritabl bağırsaq sindromu diaqnozu olan şəxslər, hətta cəmi 1 və ya 2 ədəd şaftalı istehlak etdikdə belə kəskin simptomlar yaşaya bilirlər. Bu qrup üçün tövsiyə şaftalını çox kiçik miqdarlarda sınamaq və bədənin reaksiyasını diqqətlə izləməkdir. 5-ci qrup, mədə xorası olan şəxslər. Şaftalının tərkibindəki təbii üzvü turşular, xüsusilə tam yetişməmiş meyvələrdə daha yüksək konsentrasiyada olur və mədə divarının selikli qişasını qıcıqlandıra bilər. Xora xəstəliyi olan şəxslərdə bu, mövcud ağrının şiddətlənməsinə səbəb ola bilər, reflüks xəstəliyi olanlarda isə qida borusuna doğru turşu qaytarılmasını artıra bilər. Bu qrup üçün tövsiyə olunan yalnız tam yetişmiş, şirin şaftalları seçmək və heç vaxt boş qarına istehlak etməməkdir. 6-cı qrup, antikoagulyant, yəni qanı sulandıran dərmanlar qəbul edən şəxslər. Və budur, videonun sonunda vəd etdiyim əksər izləyicilərin gözləmədiyi fakt şaftalının tərkibində K vitamini mövcuddur. Bu vitamin isə qanın laxtalanma prosesində əsas rol oynayır. Varfarin kimi antikoagulyant dərman qəbul edən şəxslər üçün K vitamini istehlakında sabitlik həyati əhəmiyyət daşıyır. Çünki bu vitaminin miqdarındakı qəfləti dəyişikliklər dərmanın effektivliyinə birbaşa təsir göstərə bilər. Bu da ya qanın həddindən artıq sulanmasına, ya da əksinə kifayət qədər sulanmamasına səbəb ola bilər. Bu səbəbdən belə dərman istifadə edən şəxslərin şaftalı istehlakını, xüsusilə böyük miqdarlarda, mütləq həkimləri ilə əvvəlcədən müzakirə etmələri tövsiyə olunur. İndi sıra sizdədir. Bu 6 qrupdan hansında özünüzü tapdınız, yoxsa şaftalı sizin üçün tamamilə təhlükəsizdir? Aşağıda şərhlərdə mütləq yazın, təcrübələrinizi bilmək bizim üçün çox dəyərlidir. Əgər bu video sizə faydalı oldusa, bəyənməyi unutmayın, kanala abunə olun ki, bu tip elmi əsaslı qidalanma videolarını qaçırmayasınız. Növbəti videoda görüşənədək, sağlam qalın.